Hər vaxtımız xeyir olsun. Dözənməyəcəm, deyəcəm bir dənə isti mən də bir dənə bu səbəbdə bir dənə öz rekomendasiyamı eləyim, bir bloger kimi. Deməli bu sabunlu parfüm bunu özünüz bilirsiniz, necə mən vaxtında qaldırmışam göyə, qoymuşam yerə. Ha. Məsələ o deyil. Və indiki sabunlu'nun avtosalon açıb, elə bir adam avtosalon açıb ki, həqiqətən mən düz başa düşün, kişi gedib kişini tapar, nar kişi gedib nar kişini tapar. İndi bu günləri avtosalon açdığı oğlan da ki, onun bunun arvadına, qeyrətinə, namusuna göstərən bir dalaqa bladinalardan biridir. Yəni bunu hamımız çox gözəl bilirsiniz. Nəhayət boyu sabili kişi qeyrətli kişilərin məclisində otura bilməz. O ancaq özü kimi onun bunun qeyrətinə, tamasanların məclisində otura bilər. Özü ki, hansı ki o balaca sevər, bir də böyük sevər var. Az qala başım girmişdi onun pəpişlərin arasına. Nəysə, mövzumuz o deyil. Mövzumuz da maraqlıdır. Bundan irad tutmağa Zevsin haqqı yoxdur. Zevs, sən durub bu günləri bir kişilikdən danışmağa, bir mərdlikdən danışmağa, bir oğlan söhbət eləməyə sən həqiqətən haqqın yoxdur. Mən bir söhbət kişilikdən, mujiklikdən gedirsə, kişi gələ kişiliyə fitva versin. Adam düz deyir. Sən qumar təbliğ eləyənsin. Sən kazino təbliğ eləyənsin. O söz sinə yakışır Zevs. Mən səni TT Fight'dan məşq eləyən Əziz Gilzar, bizim uşaqlarımız var idi da. İndi Əziz Gil Amerikadadır ya. Yəni sən bizim məşq uşaqlarımızın kruq olmusan. Məşq elədiyin vaxtlarda sən yaxşı oğlan olmusan. O ki məşqə atdın, getdin qumara dadandın. Yəni özün də bilirsən ki, məşq uşaqlarımızdan da belə səndən münasibətdə uzaqlaşırlar. Çünki kişi tərbiyəsində, kişi əxlaqında belə bir şey var ki, qumar oynamaq olmaz, kazino oynamaq olmaz. Qumarı və kazinonu təbliğ edən hər bir kəs qatdır. Qumarı və kazinonu təbliğ edənin kişiliyində payı yoxdur. Yəni ailəmi gətirmişəm, dincəldirəm. Ailəmin qulluğunda dururam. Hər bir qəpiyinə kimi halal zəhmətimdir. Qumar təbliğ eləməmişəm, kazino təbliğ eləməmişəm, göt hərəkətlər eləməmişəm, nə bilim, kimisə qeyrətinə göz salmamışam, kişi kimi əziyyətindən çalışmışam, gətirib ailəmi uşağımı dincəldirəm burada, qulluğunda dururam. Sənin də belə, bu nədir ola? 60 min verib X5 dizel sür. Nəysə. Zevs, mən səni çox görmüşəm, kiməsə fikir bildirirsən, bu tiktokerlərə, nəsə artıq əskiyizən. Sən o işə girişmə, o iş sənlik deyil. Nə qədər ki, sən qumar kazino təbliğ eləyəcəksən, sən qatsan və qat statusunda olacaqsan. Bunu mən həmişə demişəm. Deyil, sənin qardaşın da Bakıda içərdədir. Qumar kazinoya görə. Və onu bil ki, sənin bu təbliğatına görə neçə ailələr bugünkü günlər gözü yaşlıdır. Neçə analar bugünkü gündə gözü yaşlıdır. Neçə atalar bugünkü gündə gözü yaşlıdır və neçə bacılar bugünkü gündə gözü yaşlıdır. O həyat yoldaşları, qumarın, kazinonun dağıtdığı ev ikinci bir qüvvə yoxdur. Yəni hər şeyin yaxşısını fikirləşəndə hər şeyin pisinə də bir baxmaq lazımdır. Həyatda milyonçu olmaq istəmirəm, həyatda pullu olmaq istəmirəm, həyatda sənin kimi yaşayışman yaşamaq istəmirəm, həqiqətən yaşamaq istəmirəm. Nə bilim, Qalen Vladinoviç çəkib göstərirsən, paçka pulları çəkib göstərirsən və insanlara şirinlikləndirirsən. Buradan insanlara səslənirəm, and olsun Allaha deyirəm, qurban olaram o 305